Salam dəyərli dostlar. Bugün mən sizə yaşıl üzlü testdən tabeli mürəkkəb cümlənin ikinci hissəsinin izahını verəcəm. Bu tipli videoların daha çox olması üçün YouTube kanalıma abunə olun. Videonu bəyənib şərh yazmağı və paylaşmağı sizdən xahiş edirəm. Hər birinizə uğurlar arzulayıram. 26-cı suala nəzər yetirək. Pərvin, sualları gördünmü? Necə düşmüşdü? Keçən il düşən sualların hamısını vermişdilər. Deməli, bu çox vaxtı müəllimlər və abituriyentlər burada müünü görüb onu tabeli mürəkkəb cümlə kimi düşünürlər. Amma bu cümləyə diqqət etsək, cümlələrin hər biri müstəqildir. Düz ümumilikdə bir-birinə tabe olma var, tabesizdə də o öz yerində. Amma cümlələrin biri digərindən asılı deyil. Bu tabesiz mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə deyil. Deməli, Pərvin sualları gördünmü? Mü burada deməli sual vermək məqsədi ilə işlənmiş sual ədatıdır. Necə düşmüşdü? Keçən il düşən sualların hamısını vermişdilər. Deməli, bu tabesiz mürəkkəb cümlə olacaqdır. Fərqləndirilən ədat tabeli mürəkkəb cümlənin daxilində işlənsə də bağlayıcı vasitə deyil, bir səhvdir. Xitab baş cümlənin tərkibində işlənibdir. Burada baş budaq cümlə yoxdur, 2 səhvdir. Cümlənin 3 qrammatik əsası var. Mürəkkəb cümlədir. Bəli. Pərvin sualları gördünmü? 1. Necə düşübdür? 2. Keçən il düşən sual hamısını vermişlərmi? 3. 3 doğrudur. Budaq cümlə qeyri-müəyyən şəxsli. Burada baş budaq cümlə olmadığı üçün 4 səhvdir. Xəbərlərdən biri ikinci şəxsdə olsa da sən gördünmü? Digər xəbərlərlə birgə feilin eyni şəkildədir. Gördüm sözündə xəbər şəklindədir, düşmüşdü xəbər şəklindədir, vermişlər xəbər şəklindədir. 5 də doğrudur. 3, 5, yəni 2 fikir doğru olduğu üçün testin doğru cavabı C bəndidir. 27-ci sualla davam edirik. Mehdinin arzusu bu idi ki, gec-tez yenə rəssamlığa qayıtsın. Cümləsinin təhlili ilə bağlı verilən fikirlərdən hansı doğrudur? Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənibdir. Bu idi, burada əvəzlik gəlibdir. Budaq cümlə baş cümlədəki əvəzliyi izah etmiş olacaqdır. Ona görə A variantı yanlışdır. Budaq cümlədə antonim sözlər işlənmişdir. Burada gec-tez mürəkkəb sərfdir. Antonim söz sayıla bilməz o. Bir söz necə eyni anda antonim olsun, antonim tayları olsun. Ona görə B bəndi səhvdir. Xəbərlər eyni şəxsə aid olduğu üçün sadə cümlədir. Bu tabiri mürəkkəb cümlədir. C bəndi səhvdir. Həmciz zaman zərfliyi işlənibdir. Burada həmciz zaman zərfliyi də yoxdur. D bəndi səhvdir. Bağlayıcı vasitə baş cümlənin tərkibindədir. Doğrudur ki, tabelik bağlayıcı ilə bağlanıbdır. O da baş cümlənin tərkibindədir. E variantı testin doğru cavabıdır. 28-ci sualla davam edirik. Bu bizim məşhur klasterimiz yenə də gəldi, çıxdı, özünü göstərdi. Bu klasterlər biz həmişə cavabı əsasən müəyyənləşdirib tapırdıq. Deməli, 1-ə D variantını yazsaq, kim buna deyirdi ki, şəhərdən gələnləri geri dönməyib? Kim buna deyirdi ki, şəhərdən gələnlər geri dönməyib? Deməli, 1-ə D yazsaq, C-də deyir ki, baş cümlə budaq cümlədən əvvəl işlənib. Bəli, bu cümlədə baş əvvəl, budaq sonra gəlibdir. C doğru olacaqdır. E-də budaq cümlənin başqa bir tabeli mürəkkəb cümləyə çevirmək olur. Şəhərdən gələnləri geri dönməyibdir. Feili sifət tərkibi, məstər tərkibi, feili bağlama tərkibi olarsa, yəni əsasən feili sifət, məstər tərkibi, feili bağlama tərkibləri olarsa, həmin sözləri budaq cümləyə çevirmək olur. Deməli, ona görə E variantı doğrudur. Burada da feili sifət tərkibi var. A variantı testin doğru cavabı olacaqdır. Bəs 1-ə D olanda deməli, C ilə E doğrudur. A-ya baxaq. Bağlayıcı söz, baş və budaq cümlənin bağlaması. Burada bağlayıcı söz yoxdur. Bu cümlə tabelik bağlayıcısından bağlanıbdır. Ona görə 1D olanda C variantı, daha doğrusu E variantı olmaz. Daha doğrusu A variantı olmaz. Çünki bağlayıcı söz baş və budaq cümləni bağlayıb A-dadır. Sonra 1D olanda E-yə baxaq. E-də deyir ki, budaq cümlənin başqa bir tabeli. Aha, bu doğrudur. C də doğrudur. C-yə gəlin, baxağım. Əvəzlik gəlib işlənibdir. Budaq cümlə əvəzlik gəlib ifadə olunan cümlə üzvünün yerində işlənibdir. Burada əvəzlik gəlib, deməli, kim buna deyirdi ki, nəyi? Burada əvəzlik gəlib işlənməyibdir. Ona görə 1D olanda C variantı da yanlışdır. 1B olanda gəlin E-yə, deməli, F-ə baxaq.
E, Kimsənin yaxşılığını istəyir. Sənin üçün əziz adam elə odur. Kimsənin yaxşılığını istəyir, odur. Deməli, adıdır ki, bağlayıcı söz və bağlayıcı söz baş və budaq cümlənin bağlanmasına iştirak eləyibdir. A doğrudur. F-ə baxaq. Əvəzi gəlib işlənməyibdir. Burada əvəzi gəlib işlənibdir, odur. Ona görə 1B olanda F variantı yanlışdır. 1B olanda F variantı yanlış olduğu üçün D bəndində testimizin yanlış cavabıdır. 29-cu testlə davam edirik. Mən heç vaxt inanmaram ki, onlar bu kitabları oğurlasın cümləsinin təhlilinə aid olan fikri müəyyənləşdirməliyik. Deməli, budaq cümlə baş cümlədəki əvəzlik gəlibin mənasını izah edir. Mən heç vaxt inanmaram ki, burada əvəzlik gəlib yoxdur. Ona görə A variantı səhvdir. Budaq cümlənin xəbəri ayrılıqda nida və sual cümləsinin xəbəri kimi işlənə bilər. Oğurlansın, nida və sual. Oğurlasın. Deməli, onlar bu kitabları oğurlasın və yaxud da nida, onsuz da bütün xəbərlər nida cümləsinin xəbəri ola bildiyi üçün burada bir sıxıntı yoxdur. Sual cümləsində xəbər ola bilər, oğurlasın. Deməli, B variantı doğru olacaqdır. Budaq cümlədə sözün quruluşca iki növü işlənibdir. Onlar bu kitablar oğurlamaq sözü sadədir. Ona görə ancaq sadə olacaqdır. Budaq cümlədə qrammatik norma pozulubdur, lakin uzlaşma əlaqəsi gözlənilibdir. Burada onlar oğurlasınlar olacaqdır. Kəmiyyətə görə uzlaşma əlaqəsi pozulubdur. Ona görə D variantı getdi. Cümlədəki sözlərdən ikisi köməkçi nitq hissəsidir. Burada cəmi bir dənə köməkçi nitq hissəsi var. Ona görə E variantı yanlışdır. 30-cu sualla davam edirik. Deyir, biz inanırdıq ki, siz ağıllanıbsınız, amma heç düzəlməyibsiniz cümləsində işlənmişdir. Tabeli mürəkkəb cümlə, bəli, bütövlükdə tabeli mürəkkəb cümlədir. Tabesi mürəkkəb cümlə səhvdir. Həmsiz xəbərli sadə cümlə. Siz ağıllanıbsınız, amma heç düzəlməyibsiniz. Burada həmsiz xəbərli sadə cümlə işlənibdir. 3 doğrudur. Baş cümlədə buraxılmış üzün yerinə işlənməmiş budaq cümlə. İşlənmiş olmalıdır. Burada işlənməmiş deyir. Ona görə 4 də səhvdir. Müxtəlif zamanlarda işlənmiş sadə feillər. İnanırdıq ki, deməli, indiki zamandadır. Ağıllanıbsınız, amma heç düzəlməyibsiniz. Müxtəlif zamanlarda işlənmiş sadə feillər. Düzəlmə sözü, deməli, burada görürük ki, biz düzəltmədir. Ağıldan ağıllanmaq sözü düzəltmədir. Müxtəlif zamanlarda işlənən sadə feil yoxdur. Bir dənə sadə feil burada inanmaq sözü, o da indiki zamanda. Ona görə 5 də götürə bilmərik. 1-3 A variantı testin doğru cavabıdır. 31-ci testlə davam edirik. Bəxtiyar, sən ona söylədinmi? Bu məsələdən baş açmaq olmur. Deməli, budaq cümlə baş cümləyə M ədəti ilə bağlanmışdır. Bu səhvdir. İntonasiya ilə bağlanıbdır. M ədəti burada bağlayıcı vasitə deyil. Hər iki cümlə müəyyən şəxsi sadə cümlədir. Söylədinmi kimsən? Bu məsələdən baş açmaq olmur. Bu ikinci cümlə, yəni budaq cümlə şəxsiz cümlədir. Ona görə müəyyən şəxsi cümlə deyil. Ona görə B bəndi səhvdir. Budaq cümlə yalnız baş üzvlərdən ibarətdir. Baş açmaq olmur. Nədən? Məsələdən. Hansı məsələdən? Bu məsələdən. Bu fikirdə səhvdir. İşarə əvəzliyi məstər tərkibinin daxilindədir. Buradakı məstər tərkib əmələ gətirməyibdir. Ona görə D variantı yanlışdır. Tərəflər yalnız intonasiya ilə bağlanmışdır. E variantı tamamilə doğru cavabdır. 32 ilə davam edirik. Kim bura gələndə gecikərsə, onu gəzintiyə aparmayacaq. Cümləsinin sintaktik təhlilinə aid olmayan fikri seçin. Baş cümlədə yer zərfliyi işlənibdir. Kim bura gələndə gecikərsə, onu gəzintiyə aparmayacaq. Aid olmayan fikir istəyir. Yer zərfliyi aparmayacaq. Hara aparmayacaq? Gəzintiyə. Gəzintiyə burada yer zərfliyidir. Ona görə A variantı yanlış deyil. Budaq cümlənin xəbəri quruluşca düzəltmədir. Kim bura deməli gələndə gecikərsə, ümumiyyətlə budaq cümlənin xəbəri quruluşca düzəltməli fikri yanlışdır. Xəbərlər quruluşca ya sadə olur, ya mürəkkəb olur. Xəbər quruluşca heç vaxt düzəltmə ola bilmir. Ona görə B variantı da burada deməli yanlış olacaqdır. A bəndi doğru idi.
yanlış istədiyi üçün, bizdə aid olmayan fikir istədiyi üçün B bəndi doğru olacaqdır. Budaq cümlədəki Y zərfi müstəqil cümlə üzvü deyil. Baxaq, kim bura gələndə, bəli, bura sözü burada gecikərsə, nə zaman bura gələndə, burada fe'li bağlamanın tərkibində işlənibdir. Ona görə C bəndi doğru deyil. Doğrudur daha doğrusu. Budaq cümlənin xəbəri fe'lin xəbər şəklində işlənibdir. Gecikərsə, deməli, gələcək zamandadır, xəbər şəklindədir, düzdür. Baş cümlədəki zərfliyin ifadə vasitəsi quruluşca düzəltmədir. Deməli, zərfliyin ifadə vasitəsi quruluşca düzəltmədir. Bu da doğrudur. Gəzinti sözündən söhbət gedir. Gəzməkdən gəzinti. Ona görə E variantı da testin doğru cavabı ola bilməz. 33-cü testlə davam edirik. Budaq cümləsi qeyri-müəyyən şəxsli olan cümləni müəyyənləşdirin. Elə düşünürlər ki, deməli, burada biz də bura getməyəcəyik. Burada xəbər birinci şəxsin cəmindədir. Bu qeyri-müəyyən şəxs deyil, müəyyən şəxslidir. Yenicə bura çatmışdıq ki, bu da deməli, çatmışdım ki, müəyyən şəxsli cümlə olacaqdır. Yəqin ki, inanırlar ki, onlar da bir gün qələbə qazanacaqlar. Qələbə qazanacaqlar kim onlar? Deməli, bu da müəyyən şəxsli cümlə olacaqdır. Hardan gəlibsə, elə gəlib kim o? Bu da müəyyən şəxsli cümlədir. Xəbər üçüncü şəxsin cəmində olmalıdır. Qeyri-müəyyən bu üçüncü şəxsin təkindədir. Dərsə başlamışdılar ki, eləcə indicə yenicə dərsə başlamışdılar ki, kişi ilə bağlanmasına baxmayaraq burada budaq cümlə birinci gələcəkdir və budaq cümlənin xəbəri üçüncü şəxsin cəmindədir. Mübtəda yoxdur. Qeyri-müəyyən şəxsli cümlə olacaqdır. Testin doğru cavabı E bəndidir. 34 ilə davam edirik dostlar. Kim dərslərinə çalışmaq istəyirsə, bu gün bura göndərin. Cümləsinə əsasən cədvəldəki uyğunluqları müəyyənləşdirin. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənibdir. Deməli, kim dərslərinə çalışmaq istəyirsə, bu gün bura göndərin. Yəni, burada əvəzlik gəlib yoxdur. Ona görə bir doğrudur. Sonra baş cümləyə adlı halda olan qarşılıq söz artırıla bilər. Bu artıq yanlış olacaq. Kim dərslərinə çalışmaq istəyirsə, bu gün onu bura göndərin. Yəni, adlı halda yox, yəlik halda, təsirlik halda olan qarşılıq söz əlavə etmək mümkündür. Ona görə 2 yanlışdır. Davam eləyək 3-lə. Budaq cümlənin xəbəri fe'lin şərt şəklindədir. İstəyirsə, buradakı sasə isədir. Ona görə 3 yanlışdır. Fərqləndirilən söz cümlə üzvüdür. Kim sözü burada cümlə üzvüdür. Ona görə 4 də doğrudur. Yanlışın altına götürülə bilməz. Testin doğru cavabı B bəndidir. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Mövzuların hamısını hazır etdilər. O göndərmədi. Hərçənd kitabları dünən göndərmişdim, çatmamışdı. Deməli, bir də vergüldən sağ tərəfə, deməli, amma bağlayıcısını işlətmək mümkündür. Bu, hər ikisinə gedəcəkdir. Əslində, bir bura getməlidir. Mövzuların hamısını hazır etdilər, amma göndərmədi. Hərçənd kitabları dünən göndərmişdi, amma çatmamışdı. Deməli, bir ortaya getdiyi üçün yanlış cavab olacaqdır, götürə bilmərik. Tərəflərindən biri qeyri-müəyyən şəxslidir. Hazır etdilər. Bu qeyri-müəyyən şəxsi cümlədir. Ona görə 2 doğrudur. 3-ə baxırıq. Tabeli mürəkkəb cümlədir. Tərəflərindən biri digərlərinin asılıdır. 3 doğrudur. Tabeli mürəkkəb cümlədir. Tərəflərindən biri də digərinin asılıdır. Fikirlər qarşılaşdırılan tabesiz mürəkkəb cümlədir. 4 yanlışdır. Tabelik bağlayıcısı var burada. Bu heç vaxt tabesiz mürəkkəb cümlə ola bilməz. Xəbərlər fe'lin xəbər şəklindədir. İfadə vasitəsi olaraq hamısı təsvirlənən fe'llərdir. Bəli, hamısı xəbər şəklində, hamısı da təsvirlənən fe'llər olduğu üçün deməli, testin doğru cavabı 2, 3, 5 E bəndidir. 36-cı sualla davam edək dostlar. Deyir, bu axşam o qədər qəzəbliyəm ki, qəlbimdə od tutub yanır intiqam. Cədvəldəki uyğunsuzluqlar, yəni yanlış fikirləri. Doğrunun altından biz yanlışı seçməliyik.
Yanlışın altından da doğrunu seçməliyik ki, uyğunsuz olsun. Baş cümlə hərəkətin kəmiyyətini bildirir. O qədər qəzəbliyəm ki, qəzəbli sözü hərəkət deyil, əlamət, əlamətin kəmiyyətini bildirir. Ona görə bir yanlışdır. Yanlışın doğrunun altından uyğunsuz fikirdir. Budaq cümlənin xəbəri amonim frazeoloji birləşmə ilə ifadə olunubdur. O tutub yanır. Bu doğrudur. Bir qızdırması olmaq mənasında, bir də əsəbləşmək mənasında amonimli xüsusiyyətinə malikdir. Doğrunun altına uyğunsuz olmayacaqdır. İkini götürmürük. Budaq cümlə baş cümlədəki əvəzlik qəlbin mənasını izah eləyir. Deməli, bu doğrudur. Yanlışın altına uyğunsuz olacaqdır. O qədər burada əvəzlik qəlibdir. Baş cümlənin xəbəri quruluşca düzəltmədir. Ümumiyyətcə xəbər quruluşca, biraz əvvəl dedik, ya mürəkkəb, ümumiyyətlə bütün cümlə üzvləri quruluşca ya mürəkkəb olur, ya da sadə olur da. Yəni burada düzəltmə anlayışı ola bilməz. Ona görə 4 yanlışdır. Yanlışın altına uyğunsuz ola bilməz. 1-3 E variantı testin doğru cavabıdır. 37-ci testlə davam edirik. Kim vətən dedisə, onlara inandıq cümləsindən fərqli olaraq, yəni bu cümləyə aid olmayıb. Niyə anlamırsınız ki, o burada olmayıb? Bu cümləyə aid olan fikirləri müəyyənləşdirməliyik. Deməli, bağlayıcı söz işlənmişdir. Baş cümlə birinci işlənibdir. Kim deməli vətən dedisə, onlara inandıq. Kim vətən dedisə, onlara inandıq. Deməli, burada bağlayıcı söz işlənibdir. Bu birinci cümləyə əsasən, kim sözü burada bağlayıcı sözdür. Birinci cümləyə əsasən bizə yanlış fikir lazımdır. Ona görə A-nı götürə bilmərik. Sual əvəzliyi sual intonasiyasının yaranmasına xidmət etmir. Bu da birinci cümləyə əsasən doğru cavabdır. Ona görə götürə bilmərik. Orada funksiyasını itiribdir. Artıq bağlayıcı vasitə kimi işlənir. Deməli, növbətli C variantına baxaq. Budaq cümlə baş cümlədəki əvəzlik qəlbin açılmasına kömək edir. Deməli, kim vətən deyibsə onlara. Bu da doğru olacaqdır. Bizə A-ya görə yanlış lazımdır. D-yə baxaq. Baş cümlə öncə işlənibdir. Bu birinci cümləyə əsasən yanlış fikir. Birinci cümlədə budaq cümlə birinci, baş cümlə ikinci gəlibdir. İkinci cümlə niyə anlamırsınız ki, burada baş cümlə birinci, budaq cümlə ikinci gəlibdir. Deməli, baş cümlə öncə işlənibdir. Sual əvəzliyi bağlayıcı söz rolunda deyil. Bəli, niyə sözü burada bağlayıcı söz rolunda deyil? Bu cümlə ümumiyyətlə tabelik bağlayıcısından bağlanıbdır. Ona görə D variantı A-ya görə yanlış, yəni birinci cümləyə görə yanlış, ikinci cümləyə görə doğru fikirdir. Baş cümlənin xəbəri sadə feillə ifadə olunubdur. İnandıq birinci cümləyə əsasən də doğru cavab olduğu üçün E variantını yenə də götürə bilmərik. 38-ci testlə davam edirik. Ay Cəmilə, sənin bu oğlun harda qaldı ki? Bir saatlıq getməmişdi. Harda qaldı, getməmişdi kim? Sənin oğlun. Bu sadə cümlədir. Həmciz xəbərli sadə cümlə. Ona görə A variantı doğrudur. Sual əvəzi bağlayıcı söz rolundadır. Bu mürəkkəb cümlə deyil. Baş cümlə ola bilməz. Mürəkkəb cümlə deyil. Aydınlaşdırma bağlayıcı budaq cümlə. Burada sadə cümlə olduğu üçün budaq cümlə ola bilməz. Sadə cümlədir. Sual əvəzi ilə tabelik bağlayıcı eyni tərkib hissədə işlənibdir. Deməli, sual əvəzliyi ilə tabelik bağlayıcısı. Ay Cəmilə, sənin bu oğlun harda qaldı ki? Deməli, burada tabelik bağlayıcısı deyil ki, burada ədatdır. Ona görə E variantı yanlışdır. Əgər ki, orada bağlayıcı olsaydı, bu sadə cümlə ola bilməzdi. Çünki tabelik bağlayıcılar ancaq mürəkkəb cümlənin tərkibində olur. 39-dan davam edək. Siz gələnlərə haranı göstərdiniz cümləsini necə tamamlasaq? Baş cümlə zərfliyin yerində işlənir. Yəni, zərflik budaq cümləsi olar. Haranı göstərsəniz. Biz elə eləməliyik ki, burada ikinci tərəfdə, yəni baş cümlə dediyimiz hissədə əvəzlik gəlib zərflik rolunda iştirak etsin. Deməli, siz gələnlərə haranı göstərsiz, onlara oranı da təklif edə bilərik. Oranı, haranı, bu tamamlıq olacaq, A bəndi olmaz. Siz gələnlərə haranı göstərsiz, ora gedənlərin hamısına, artıq burada oraya gedənlər feil sifətin daxilində getdi, B bəndə getdi. Siz gələnlərə haranı göstərsiniz, biz onları orada apararıq. Aparasıyıq haraya, oraya aparasıyıq. Burada ora sözü
əvəzlik gəlibdir, zərflik rolundadır. Ona görə C bəndi doğrudur. Siz gələnlər haranı göstərsəz, ora onlara veriləcəkdir. Veriləcəkdir hara, ora. Burada ora sözü mübtəda rolundadır. Ona görə zərflik, baş cümlə zərfliyin yerində ola bilməz. Orada oturmaq yenə də burada məsdər tərkibinin daxilində olduğu üçün yenə də zərflik rolunda ola bilməz. Yəni baş cümlə zərfliyin yerində işlənə bilməz. Testin doğru cavabı bütün hallarda C bəndidir. Aha, 40-cı sualla davam edirik dostlar. Maraqlı suallardan biridir. Burada da yanlış fikirləri müəyyənləşdirməliyik. İzah edin ki, sizin borclarınızı qaytarmaq dövlətin öhdəsində deyil. Onu da izah edin ki, nəyi? Dünəndən Zahid bəyin ağlı başına gəlməyibdir. İndi birdə deyir ki, baş cümlə budaq cümlədən öncə işlənir. Bu hər iki cümləyə aiddir. Ona görə bir ortaya getməlidir. Yanlış istədiyi üçün biri götürürük. Budaq cümlə buraxılmış üzvün yerində işlənibdir. Bu doğru cavabdır. Buraxılmış cümlə üzvün yerində işlənib. Ona görə 2-ni götürmürük. Budaq cümlə müəyyən şəxsli cümlədir. Siz borclarınızı qaytarmaq dövlətin öhdəsində deyil. Dövlətin öhdəsində deyil, sizin borclarınızı qaytarmaq. Bu düzdür, müəyyən şəxsi cümlədir. Digərinə baxaq. Dünəndən Zahid bəyin ağlı başına gəlməyib. Bu şəxsi cümlə olduğu üçün 3 də yanlışdır, uyğunsuzdur. Ortaya gedə bilməz. Budaq cümlə budaq cümlə ikinci işlənibdir, ümumi şəxsli deyil. Bu hər ikisinə aiddir, doğrudur. İkinci işlənib və ümumi şəxsli deyil. Ona görə 4-ü də götürə bilməliyik. Budaq cümlə əvəzlik gəlibin məzmununu açır. Onu da deyim, onu sözü burada əvəzlik gəlibdir. Bəli, əvəzlik gəlibin məzmununu açır. 5 doğrudur, götürə bilməliyik. Amma birinci cümlə dedik ki, budaq cümlə buraxılmış üzvün yerində işlənibdir. Baş cümlənin xəbəri quruluşca mürəkkəbdir. İzah edin. Nəyi onu? Burada baş cümlənin xəbəri quruluşca sadədir. Ümumiyyətlə, mürəkkəb nitq hissəsi ilə ifadə olunan xəbərlər quruluşca sadə olur. Ona görə 6 uyğunsuzdur. Testin doğru cavabıdır. 1, 3, 6 A variantı testin doğru cavabıdır. 41-ci sualla davam edirik dostlar. Deyir, cümləsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Deməli, məclisdəkilərin hamısına yenicə aydın oldu ki, nə? Burada baş cümlə birinci gəlibdir, budaq cümlə ikinci gələcəkdir. Çünki bu yenicə sözünü görən kimi adətən müdavimlər və yaxud da şagirdlər, tələbələr budaq cümləni birinci gətirirlər ki, ay mənim demişdiniz axı, ki ilə bağlananda, yenicə, təzəcə, indicə sözləri olanda baş cümlə birinci gəlir. Budaq cümlə birinci gəlir, baş cümlə birinci gəlmir. Biz onu demişdik, onu zaman budaq cümləli tabeli mürəkkəb cümlədə demişdik. Amma burada məclisdəkilərin hamısına yenicə aydın oldu ki, nə? Bu mübtəda budaq cümləsidir, olmaz axı. Deyir, budaq cümlə baş cümlədən öncə işlənib. Səhvdir. Baş cümlə birinci gəlibdir. Budaq cümlənin tamamlığı ismi birləşmə ilə ifadə olunubdur. Müdirin gəldiyi bu feili birləşmədir. Ona görə 2 yanlışdır. Baş cümlədə qeyri-müəyyən əvəzli işlənib. İsmi birləşmənin əsas tərəfidir. Məclisdəkilərin hamısına yenicə aydın oldu ki, hamı sözü burada qeyri-müəyyən əvəzlikdir və ismi birləşmənin də əsas tərəfidir. 3 doğrudur. Köməkçi nitq hissələri budaq cümlənin tərkibində işlənməyibdir. Müdirin gəldiyini kimsə bilmir. Burada köməkçi hissəsi yoxdur. 4 doğrudur. Budaq cümlə baş cümlədən sonra işlənib, düzdür. Buraxılan üzvün yerinə işlənib, düzdür. 3, 4, 5, deməli, B bəndi testin doğru cavabıdır. 42-ci testlə davam edirik. Uyğunluğu müəyyənləşdirin. Baş cümlə öncə gəlibdir. Budaq cümlə öncə gəlibdir. Burada baş cümlə öncə gələn deməli cümlələr sizin hansınızsa deyiblər ki, bura getmək olmaz. Sizin hansınıza deyiblər ki, bura getmək olmaz. Üzrlə hesab edin. Oxuya bilmədim. Deməli, burada baş cümlə birinci gələcəkdir. Bir də fikir verin C cümləsinə. Mən bir oyaq bülbüləm ki, burada baş cümlə birinci gələcəkdir. B bəndə, deməli, Məhəmmədəli məktubu necə dedisə,
Deməli, burada budaq cümlə birinci gələcəkdir. D variantında o öz kitabını oxumaq istəyirdi ki, eləcə indicə təzəcə öz kitabını oxumaq istəyirdi ki, burada zamandır, budaq birinci gələcəkdir. Sən ki, məni belə utandırdın, səni var olasan. Yenə də burada budaq cümlə birinci, deməli, baş cümlə ikinci gəlmiş olacaqdır. Deməli, testin doğru cavabı 42-ci testdə 1AC, 2BDE, C variantı testin doğru cavabı olacaq. Cümlələr arasında ortaq fikirləri müəyyən edin. Bu da başa deməli düşülür ki, sizin işləriniz təcil edir. Bu da başa düşülür. Burada bu sözə əvəzlik gəlibdir dostlar. Əvəzlik gəlib. Mübtəda budaq cümləsi çünki. Amma bu da başa düşür ki, nəyi? Artıq bu sözü burada əvəzlik gəlib ola bilməz. Deməli, bunu nəzərə alıb indi doğru cavab tapacağıq. Köməkçi nitq hissəsi baş cümlədə işlənibdir. Budaq cümlə buraxılan üzvün yerində işlənibdir. Bu ikinci cümləyə aiddir. Budaq cümlə buraxılan cümlə üzvün yerində işlənib. Amma birinci cümlədə budaq cümlə əvəzi qəlbli ifadə olmuş cümlə üzvünü izah edir. Ona görə biri götürə bilmərik ortaq. Budaq cümlə baş cümlədəki əvəzi qəlbi izah edir. Bu da birinci cümləyə aiddir. İkinci cümləyə aid ola bilməz. Ona görə ikini də götürmürük. Sadələşən zaman fe'li birləşmə ilə sadələşir. Bu da başa düşülür ki, sizin işləriniz təcilidir. Sizin işlərinizin təcili olması başa düşülür. Düzdür. Sadələşən fe'li birləşmə ilə sadələşir. Sizin işləriniz təcilidir daha doğrusu. Deməli, işlərinizin təcili olması başa düşülür. Bu da başa düşülür ki, sizin işləriniz təcilidir. Yəni, burada məsdər tərkib formasını sadələşə bilir. 3 doğrudur. Əslində, sadələşən zaman məsdər belə olsa daha doğru olar. Sadələşən zaman fe'li birləşmə ilə sadələşir. Sadələşən zaman deməli, cümlədə məsdər də işlənəcəkdir. Bu formada düzəltsək daha yaxşı olar bu. 3-ü doğru cavab götürə bilərik tam olaraq. Budaq cümlə müəyyən şəxsi cümlədir. Sizin işləriniz təcilidir, nə sizin işləriniz? Sizin işləriniz təcilidir, yenə də eyni qaydada budaq cümlə müəyyən şəxsi cümlədir. 3-4 C variantı testin doğru cavabıdır. Aha. 44-cü testlə davam edirik dostlar. Deməli, o yerdəki fikrimə dəyəri vermirlər, ora getmərəm. Hava orada isti olur ki, hava şəraiti tez yumuşalır. İndi bu cümlələrdən biz doğru fikirləri müəyyən edib ortaya qoymalıyıq, tapmalıyıq. Birdədir ki, budaq cümlə baş cümlədən öncə işlənibdir. Bağlayıcı vasitə yalnız intonasiyadır. O yerdəki burada bağlayıcı vasitə tabelik bağlayıcı sözdür daha doğrusu. Ona görə bir yanlışdır. 2-yə baxırıq. Komponentlərin şəxsə görə növləri bir-birindən fərqlənir. Aha, baxaq görək. Fikrimə dəyəri vermirlər. Qeyri-müəyyən şəxsi cümlədir. Ora getmirəm, müəyyən şəxsi cümlədir. İsti olur nə hava, hava şəraiti, yumuşalır nə hava şəraiti. İkinci cümlədə hər ikisi müəyyən şəxsli cümlədir. Birinci cümlədə isə birinci cümlə qeyri-müəyyən şəxsi, ikinci isə müəyyən şəxsi cümlədir. Ona görə 2 doğru olacaqdır. 3-ə baxırıq. Əvəzlik gəlib işlənmiş cümlədir. Baş cümlə öncə işlənibdir. Əvəzlik gəlib var. Və baş cümlə burada 2 tabelik bağlayıcı ilə bağlanıb. Baş cümlə birinci gəlib. 3 doğrudur. 4-ə baxırıq. Baş cümlədə zərflə ifadə olunmuş zərflik qayıdış növdə olan fe'llə işlənibdir. Burada qayıdış növdə olan fe'l yoxdur. İkinci cümlədə ona görə 4 yanlışdır. 5-ə baxırıq. Budaq cümlə baş cümlədən öncə işlənibdir. Bu birinci cümləyə aiddir. İkinci cümlədə baş cümlə birinci gəlib. 5 səhvdir. Baş cümlə müəyyən şəxsli sadə cümlədir. Əvəzlik gəlib işlənibdir. Bəli, baş cümlə müəyyən şəxsli sadə cümlədir. Getmərəm haraya ora. Burada əvəzlik gəlib orayadır. Bu da yenə də isti olur nə hava. Orada da əvəzlik gəlibdir. Ona görə 6 doğru cavabdır. Testin doğru cavabı 2, 3, 6, yəni C bəndidir. 45-ci testlə davam edirik. Burada da doğru fikirləri müəyyənləşdirib tapmalıyıq dostlar.
Deməli, bağlayıcı sözlər budaq cümləni baş cümləyə bağlayırsa, budaq cümlə feilin şərt şəklindədir. Bu tamamilə yanlışdır. Məsələn, kim gedirsə, burada gedirsə sözü xəbər şəklindədir. Ona görə bir yanlışdır. Kim səndən istəyib ki, bunu aparasan cümləsində sual əvəzi bağlayıcı söz rolunda işlənməyibdir. Deməli, kim səndən istəyib ki, burada ki tabellik bağlayıcısı ilə bağlanıbdır. Burada sual əvəzliyi bağlayıcı söz rolunda işləməyib. Ona görə 2 doğrudur. 3-ə baxırıq. Kimin apardığını desəm, aləm deyəcək bir-birinə cümləsində bağlayıcı söz işlənməsi də budaq cümlə öncə işlənibdir. Burada şərt bağlayıcısı ilə şərt bağlayıcısı nə idi? Şərt şəkilçisi ilə bağlanıbdır. Ona görə budaq cümlə birincidir və burada bağlayıcı söz də işlənməyibdir. 3 doğrudur. Deyir cümləsindəki tabelik bağlayıcısını işlənməsə, tabesiz mürəkkəb cümləyə çevriləcək. Əgər biz hərcəndə burada silsək, bu sadə cümləyə çevriləcəkdir. Sizi bura dəvət etməmişdik, lakin sizi də görmək istəyirdik. Biz görmək istəyirik, biz dəvət etməmişdik. Əgər hərçənd sözünü silsək, bu mürəkkəb cümlə ümumiyyətlə növünü dəyişib sadə cümlə olacaqdır. Yəni quruluşunu dəyişəcəkdir. Tabesi mürəkkəb cümləyə çevrilməyəcəkdir. Burada isə tabesi mürəkkəb cümləyə çevrildiyini deyir. 4 yanlış olacaqdır. 2, 3 B bəndi testinin doğru cavabıdır. Aşağıdakı cümlələrin birində budaq cümlə baş cümlədən öncə gəlibdir. Budaq cümlə birinci, baş cümlə ikinci gələn cümlədir. Burada diqqət eləsək cümlələrin hamısında baş cümlə birinci, budaq cümlə ikinci gəlibdir. Bir dənə E variantında. Elə ki, biz bura dəvət edirlər, reaksiya necə idi? Burada budaq cümlə birinci, deməli, baş cümlə ikincidir. 47-dən davam edirik. Bir yerdəki işlər xarablaşır, tez oradan əkilirdi. Cümləsi haqqında verilən fikirlərdən biri yanlışdır. Deməli, burada budaq cümlə birinci, baş cümlə ikinci gəlibdir. Və baş cümlə budaq cümlə sxeminə uyğun gəlməyən tabeli mürəkkəb cümlədə uyğun gəlməyən deyir. A bəndi doğrudur. Bizə yanlış lazımdır 47-ci testdə. Sonra budaq cümlənin xəbəri feilin məlum növündədir. Xəbər şəklindədir. Budaq cümlənin xəbəri feilin məlum növündədir. Baxaq. Xarablaşırdı. Aha, xəbər şəklindədir. Düzdür. B bəndində heç bir sıxıntı yoxdur. Baş cümlə budaq cümlədən sonra işlənibdir. Düzdür. Baş cümlə ikinci gəlibdir. Qarşılıq sözdə işlənibdir. Bir yerdəki işlər xarabdır oradan. Bəli, qarşılıq sözü işlənibdir. Ona görə C bəndini götürmürük. Baş cümlənin xəbəri feilin xəbər şəklində olsa da əkilirdi. Xəbər şəklində də qayıdış növdə işlənməyibdir. Deməli, baş cümlənin xəbəri həqiqətən feilin xəbər şəklindədir və qayıdış növdə işlənməyibdir deyir. Baxaq, xarablaşırdı. Aha, baş cümləni deyir, daha doğrusu tez oradan əkilirdi. Əkilirdi. Burada zaman şəkilçisi var. Bəli, xəbər şəklindədir, amma qayıdış növdə işlənməyib deyir. Əkilirdi, oradan tez əkilirdi. Əkilirdi sözü burada qayıdış növdə olduğu üçün D variantı yanlış olacaqdır. Budaq cümlədə baş üzvlər arasında uzlaşma əlaqəsi kəmiyyətcə pozulubdur. İşlər xarablaşırdılar olmalıdır. Bəli, kəmiyyətcə burada uyğunluq pozulubdur. Ona görə E variantı testin doğru cavabı ola bilməz. Bizdən yanlış istəyir. Yəni burada mübtəda cəmdədir. Xəbər təkdə olduğu üçün kəmiyyətə görə uzlaşma orada pozulubdur. 48-ci sualla davam edirik. Kim dərslərini oxumaq istəmirsə, onları doğru şəkildə yönəldin. Nümunəsinə əsasən düzgün yerləşməni müəyyənləşdirin. Doğrudur, yanlışdır. Budaq cümlənin baş cümləyə bağlanmasında şərt şəkilçisi iştirak edibdir. İstəmirsə də sasə burada isə hissəcikdir. Şərt şəkilçisi feilin birbaşa kökünə və leksik şəkilçisindən sonra artırılır. Ona görə biri doğru cavab kimi götürə bilməliyik. 2-yə baxırıq. Budaq cümlədə məsdər tərkibi işlənməmişdir. Kim dərslərini oxumaq istəyirsə, oxumaq istəyir. Nəyi dərslərini? Kim? Burada oxumaq sözü istəmək sözündən bir yerdə ifadə olunduğu üçün məsdər tərkib əmələ gətirə bilməyibdir. 2 doğrudur. 3-ə baxırıq. Baş cümlənin xəbərinin ifadə vasitəsində 2 leksik şəkilçi işlənibdir.
Yöndən yönəlmək, yönəlməkdən yönəltmək. Bu doğrudur. Yanlışın altından götürülə bilməz. Budaq cümlənin xəbəri feilin şərt şəklindədir. Dedik ki, buradakı sazə şərt şəkilçisi deyil. Ona görə 4 yanlışdır. Yanlışın altından doğrudur. 2, 4 B bəndi testin doğru cavabıdır. Deyir, hansı budaq cümlə ilə davam etdirmək olar? Budaq cümlə ilə davam etdirmək olar. Zahid elə bir yer tapmaq istəyirdi ki, rahatca dincələ bilsin, narahat olmasın. Bəli, burada budaq cümlə ilə davam etdirə biləcək bir. Zahid elə bir yer tapmaq istəyirdi ki, dostları onu sual-cavab atəşinə tutdu. Elə bir yer tapmaq istəyirdi ki, təzəcə indicə dostları onu sual atəşinə tutdu. Budaq cümlə burada birinci olacaqdır. Bizə deyir, budaq cümlədən davam eləyək. Ona görə 2-ni götürə bilmərik. Zahid elə bir yer tapmaq istəyirdi ki, ətrafında mənzərəli yer olsun. 3-ü götürə bilərik. Zahid elə bir yer tapmaq istəyirdi ki, telefonuna gələn mesaj fikrini yayındırdı. Bu da zaman budaq cümləsi olacaq. Budaq cümlə birinci gələcəkdir. O zaman budaqla biz davam edə bilmərik. 4 səhvdir. İl dönümünü orada qeyd edərlər. 5 də yenə də doğru olacaq. Biz budaq cümlənə davam edə biləcəyik. Yəni birinci cümlə baş, ikinci budaq olacaqdır. 1, 3, 5 E bəndi testin doğru cavabıdır. Tabeli mürəkkəb cümləyə aid sonuncu testə baxırıq. Hansı sadə cümləni tabeli mürəkkəb cümləyə çevirmək olar? Hansında ki, feil, sifət, məsdər feili bağlama, tərkib əmələ gətiribdir və yaxud da məsdər feil, sifət üçüncü növ söz birləşməsinin əsas tərəfidirsə, o cümləni biz asanlıqla tabeli mürəkkəb cümləyə çevirə bilirik. Birinci cümlədə elə bir fikir yoxdur. Birinci yeri tutanlar artıq burada var. Deməli, ona görə bu cümləni biz baş cümləyə çevirə biləcəyik. Atasından bu mövzuda bağlı çox söz eşitmişdi, burada yoxdur. Xoşuna gələn məsdər tərkibi deyil, ona görə D bəndi olmaz. Belə insanların davranışına görə kimsə inanmır. Burada da mümkün deyil çevirmək. Ona görə testin doğru cavabı 50-də B variantı olacaqdır. Dostlar, bu tabeli mürəkkəb cümləyə aid olan cümlə izahı idi. Sizdən xahişim odur ki, kanala abunə olun, videolara rəy bildirin, daha çox kütləyə çatması üçün videoları paylaşın, izləmədə qalın. Növbəti izahlarda görüşmək ümidi ilə salamat qalın.